Gəlin Güvən Test Bankından tək və cəm isimlərin testinə baxaq. Deməli, bizdən birincidə singularla tək isimlər soruşur. Bu zaman ən rahat variant odur ki, biz cəmləri atağın. Baxırıq, laptops S qəbul edib cəmdədir. Ladies S qəbul edib. Baxın, bu lady Y ilə yazılıbdır. Əgər sözün sonunda IS gördünüzsə, bilin ki, bu söz Y ilə bitibdir. Families, bax, IS var. Deməli, bu Y ilə bitib. Family. Cəmdədir, getdi. Trousers-də şalvar həmişə cəmdə olan isimdir. Cavab C bəndidir. Table, stol təkdədir. Furniture, mebel sayılmır. Ona görə həmişə təkdədir. Sonra baxıram, yenə kettle, malqara həmişə cəmdədir. Women, qadınlar deməkdir, getdi. Children, uşaqlardır, getdi. Scissors, qayçı həmişə cəmdədir. Cavab A bəndidir. Yenə single noun soruşur. Men burada cəmdədir. Lies, bitlər. Laws, təkdə olur. Laws, cəmdə olur. Lies. Eyni qaydada mouse, mice şəklində olur. Soldiers-da S var, cəmdədir. Nə oldu? Burada da S var. Shelves, rəflər cəmdədir. Ümumiyyətlə sözün sonunda ves gördünüzsə, bilin ki, F ilə bitib. F ilə bitən isimlər çünki ves qəbul edir. Cavab D bəndidir. Food təkdədir, teacher təkdədir. Yenə bizdən tək isim soruşur. Gəl elə buna baxaq, B bəndidir. Çünki S ilə bitən isimlər həmişə təkdədir. Advice də sayılmır, təkdədir. Burada books cəmdir. Geese, qazlar cəmdir. Animals cəmdir. Bu da cəmdir. Baxıram, yenə tək isim lazımdır. Babies cəmlənib. Trousers, şalvar həmişə cəmdədir. Sons, oğullar cəmdədir. Polis sözü həmişə cəmdədir. Bunu yadınızda saxlayın. Cavab A-dır. Burada news'u nesi səni çaşdırmasın. Çünki bu sayılmayan isimdir. S onun özündədir. Sonra tək isim soruşur məndən. Yenə sharks S var. Earthquakes S var. Jeans həmişə cəmdədir. Mice həmişə cəmdədir. Cavab B bəndidir. Singularla soruşur. Soldiers cəmdədir. Lamps cəmdədir. Desks cəmdədir. Socks cəmdədir. Train təkdədir. Burada da icısı ilə bitənlər həmişə təkdə olur. C bəndidir. 8-də yenə tək isim soruşur. Cavab deməli, pensi çıxıram. Ants S var. IS var. Trousers cəmdədir. Cavab D-dir. Actress-də S-sı səni çaşdırmasın. Sonu S-sı və icısı ilə bitən isimlər həmişə təkdə olurlar. 11-ci isimdə tək isim soruşur. Socks, corab. Ümumiyyətlə, ingilis dilində iki hissədən ibarət olanlar, iki tay olanlar, belə deyək, həmişə cəmdə sayılır. Məsələn, ayaqqabıdır, corabdır. Bunların iki tayı var və cəmdədirlər. Trousers şalvardır, pants şalvardır, jeans şalvardır. Çünki şalvar deməkdir. Baxın, pants belə yazılır. Bir də jeans. Bunlar həmişə cəmdə olan isimdir. Ona görə cavabım 1-4 C bəndidir. Məndən tək isim soruşur. Happiness S-sı ilə qutarıb. Deməli, biri budur. Bir də məsdir. Məsdə riyaziyyat da sayılmır. Cavab 1-4 A bəndidir. Burada cəmdədir bu. Burada da results S var, cəmdədir. Singular tək isim soruşur. X cəmdə, foxes cəmdədir. Cavab 1-lə 3-dür. Singular soruşur. Deməli, burada people cəmdir, mice cəmdir. 2 ilə 4-dür. Tək isim soruşur. Tooth, tis cəmdədir. Whales, balinalar cəmdədir. Advice sayılmır, təkdədir. Chemist, kimyaçı. Chemist də sayılmır, təkdədir. Sonra baxırıq singularla. S-sı ilə bitib. Deməli, bu təkdədir. Burada şəkilçi yoxdur, təkdədir. Burada S, burada scissors həmişə cəmdədir. 1-2 eləyir 1. Tək soruşur. Trousers həmişə cəmdir. Dragons, əjdahalar cəmdir. Cavab 3 ilə 4. 3 ilə 4-də də D bəndidir. Burada tək isimdir. Men cəmdədir. Dolphins cəmdədir. 3 ilə 4, o da eləyir C bəndi. 19-dan davam edirəm. Bu tək isim soruşur. Wolves cəmdir. Crops cəmdir. Cavab 2 ilə 3-dür. O da eləyir cavab Y bəndi. Singularla soruşur. Headphones-u çıxıram, jungles-u çıxıram. 1 ilə 3 cavab A bəndidir. Pluralla soruşur indi bizdən. Təkləri çıxıram. Bunlar təkdir. Sonra nə soruşur? Cəm soruşur. İcısı ilə bitibdir. Deməli, təkdir. Sonra foto sözü görürsən, cəmlənməyibdir. Fotos olmalıdır, təkdir. Leaf, yarpaq olmalıdır. Leaves, bu da təkdir. Cavab C bəndidir. Çünki scissors, qayçı 2 hissəsi olduğu üçün, kağız olduğu üçün həmişə cəmdədir. Trousers şalvar da 2 qılçası olduğu üçün həmişə cəmdə olan isim hesab edilir. Baxıram 22-ci testimə. 22-ci testimdə məndən cəm isim soruşur. Gəlin baxağın, sayılmayanları və təkdə olanları seçəyin. Deməli, baxıram nəyə? Nation, millət təkdədir, male təkdədir. Furniture sayılmır, təkdədir. Knowledge sayılmır, təkdədir. Amma hours və houses cəmləniblər. Yenə məndən cəm soruşur. Baxıram nəyə? Cəmləmənin düzgün formasına da fikir vermək lazımdır. Potato təkdədir. Olmalıydı, S qəbul eləməli idi. Sonra burada diş təkdədir, getdi. Sonra
Boxes, wives bu doğrudur. Watches bu səhvdir niyə? Çünki c-hı es qəbul eləməlidir. Burada da bu səhvdir niyə? Çünki f ilə bitib t, evs olmalıdır. Cəmlənmə forması ona görə səhvdir. Cavab Y-dir. Çünki bu wife olubdur, f ves qəbul eləyib, bu da x-dır, es qəbul eləyib. Yenə cəm isim soruşur. Bax, burada yenə cəmlənmədə səhvliklər verib. Baby-də məsəl üçün y-dan əvvəl b samit olduğu üçün y düşməli, I, es olmalı idi. Ona görə a çıxır. Fox-da x-dırsa es olmalı idi. Bu da getdi. Kni ves olmalı idi. Bu da getdi. Engines, brush-da s ilə bitib es olmalı idi. Bu da getdi. Cavab B-dir. Pluralından soruşur məndən. Teacher təkdədir. Sister təkdədir. Mən təkdədir. Dog təkdədir. Cavab D bəndidir. Feet ayaqlardır. Rabbits də es qəbul edibdir. Cəm isim soruşur məndən. Kni ves olmalıdır bu. Ona görə səhvdir. Sonra box es olmalıdır. Bu da ona görə səhvdir. Sonra tigers, ponies. Ponydə y-dan qabaq n samit olduğu üçün a, y, i-yə çevrilməlidir. Bu da səhvdir. Bu da vol ves olmalıdır. Çünki f, f cəmlənəndə ves qəbul edir. Cavab olur Y bəndi. Pluralından soruşur. Ox təkdədir, lamp təkdədir, insect təkdədir. Ant, xala, bebi təkdədir. Cavab Y bəndidir. Women, qadınlar, bags, çantalar. 28-ə baxıram. 28-də məndən yenə plural noun istəyir. Plural nounlarda radiodur, solodur, fotodur, kimonodur, audiodur. Bunlar sadəcə es qəbul edirlər. Cəmlənən zaman es qəbul eləmirlər. Ona görə səhvdir. Burada yenə y-dan əvvəl r samitdir. Y düşüb I, es qoyulmalı idi. Ona görə getdilər. Sonra teacher təkdədir. Child da belə cəmlənmir. Children olur. Cavab C bəndidir. Yenə cəm isim soruşur. Baxıram, school təkdədir, window təkdədir, person təkdədir, glass s-sı ilə bitib təkdədir. Sözün sonu s-sı və i-cısı ilə bitibsə, o isim tək hesab olunur. Cavab B bəndidir. Davam edirəm, cəm soruşur. Face təkdədir, must təkdədir, notebook təkdədir, elephant təkdədir. Cavab Y bəndidir. Plural soruşur. Mice, siçanlar, watch da saatlar. 1 ilə 2 cavab eləyir B bəndi. Yenə 32-də pluraldan countries, ölkələr, exams, imtahanlar. Burada oxis niyə səhvdir? Oxen olmalıdır. 3-2 cavab edir D bəndi. 33-ə baxıram. Cəm isim soruşur. Cars doğrudur. Bu shell ves olmalıdır. Butterflies doğrudur. Məşqdə də c ilə bitdiyi üçün es olmalı idi. Cavab 1-2 A bəndi eləyir. Pluraldan chair təkdədir, toy da təkdədir. 1-4 cavab C bəndidir. Pluraldan soruşur. Mother-in-law. Deməli, bura nəyə baxıram? Mother-in-law cəmlənəndə cəm şəkilsi mother-ə artırılmalı idi. Səhvdir. Amma baxın, editor isə artırılıb. Deməli, 4 doğrudur. Shops da düzgün cəmlənib. Fish də cəmlənmir olduğu kimi qalmalıdır. Cavab eləyir Y bəndimiz. Baxıram 36-ya. Cəm isim soruşur. Foxes doğrudur. Knives doğrudur. Women es qəbul etməz. Wolf da vol ves olmalı idi. 2-4 eləyir C bəndi. Monkeys. Monkeydir sözümüz. Y-dan əvvəl sait olduğu üçün belə cəmlənməli idi. Es qəbul eləməlidir. Life-da da f ilə bitdiyi üçün ves olmalı idi. Amma burada f-dan şef istisnadır. Sadəcə olaraq es qəbul edir. Live yarpaqda f ilə bitib ves qəbul edir. Əslində şef də ves olmalıdır. Sadəcə olaraq o istisnadır. F ilə bitsə də es qəbul edir. Cavab 1-3-dür. Bura baxıram, cəm isim gis cəmdədir, books cəmdədir. Bu s ilə bitib es olmalıdır. Ship cəmlənə bilməz. 2-4 elədi, Y bəndi. Sonra cəm isimlər buildings cəmdədir, dust təkdədir. Bax, bu s ilə bitib deməli təkdədir. Cavab 2-3-dür. 2-3 hardadır? Cavab Y bəndindədir. Cəm isimlərə baxırıq. Shark. Shark akuladır, k ilə bitib. Eləcə es qoymalısan. Bu səhvdir. Calf camışdır, c alır f. F-nı atıb ves qoymalıyam cəmləndirəndə. Bu da səhv cəmlənibdir. Cavab 1 və 2-dir. 1-2 olan A bəndidir. Taksi sözü də taxı yazılır, es qəbul eləyir. Testimiz bitdi.